Hər birinizə salam olsun uşaqlar. Bugün sizə videonun başlığından da göründüyü kimi kimyanın 5 qızıl qaydası adında bir izah verəcəm uşaqlar. Aşağıda gördüyünüz kimi bura 5 dənə qayda yazmışam. 1, 2, 3 və 4 və 5. Və uşaqlar, əvvəla onu qeyd edeyim ki, indi siz bu videonun ola bilsin başlığını görərsiniz, yanlış başa düşərsiniz ki, bəs elə mən bu 5 qaydanı bildim, gedəcəm, nəticə göstərəcəm. Xeyr uşaqlar, təbii ki, bunlarla yanaşı sizin əsas şərt odur ki, sizin nəzəri bazanız güclü olmalıdır. Yox, əgər o zəifdirsə uşaqlar, inanmıram ki, bu video sizə çox da faydalı ola. Və imtahana da kifayət qədər vaxt var. Yəni az da olsa bu vaxt da az deyil. Yəni heç də bir gün deyil, 2 gün deyil. Yəni kifayət qədər, hətta ikinci imtahana qədər, yəni iyulun 23-nə qədər vəbşə çox vaxt var. O vaxta qədər siz kifayət qədər, yəni lazım qədər bazanızı artıra bilərsiniz. Təkrar eləməklə, test işləməklə mən bu izahlarıma baxa bilərsiniz. Yaxud digər müəllimlər də var, kimya müəllimləri. Onlardan da videolarından faydalana bilərsiniz uşaqlar. Və istədiyiniz mövzunun izahını, təbii ki, bu məcburi deyil, kimisə ehtiyacı varsa əgər, mənim bu kanalımda var. Yəni orada hamısını səliqəli şəkildə yerləşdirmişəm. Girin orada, baxın, sınaq izahlardır, test izahlardır və s. Neyse uşaqlar, mövzumuzdan uzaqlaşmayaq. Deməli uşaqlar, başlayırıq birinci. Məsələlərin tənasüb üsulu ilə həlli. Deməli, bizim birinci qaydamız budur. Baxaq əvvəlcə, məsələlərin tənasüb üsulu həlli nə deməkdir uşaqlar? Mən bilirəm ki, əksər müəllimlər kimyada məsələlərin həllini düsturlardan verir, yaxud özlərindən bir düstur çıxarırlar, nəsə kəşf edirlər, ondan verilir. Bunlar heç bir uşaqlar lazım deyil. Sözsüz ki, elə suallar var ki, onları biz sırf düstur üzərində yazmalıyıq. Bu başqa məsələ. Amma 90%, 99% testlər, məsələlər kimyada tənasüb üsulundan həll olunur uşaqlar. Məsələn, uşaqlar, indi bu suallara biz kimyanın istənilən yerində rast gələ bilərik. Ən çox da istifadə olunur düsturlar məhlullar bölməsində. Məsələn, məhlullardan elə primitiv olaraq həll olunma əmsalına aid olan deyil. Məsələn, çox müəllim həll olunma əmsalının düsturu var, yaxud da o düsturu biraz dəyişirlər formasının, calaq vururlar, yamaq vururlar orasına, burasına. Deyirlər ki, elə bunu da mən çıxarmışam, belə də uşaqlara təqdim edirlər. Amma uşaqlar, onlar lazım deyil. Məsələn, uşaqlar, deyək ki, bir məhlumumuz olsun bizim. Misal üçün, deyək ki, bir qabdır burada. Bir uşaqlar, qabımız var, belə fikirləşin. Bunun içərisində deyək 200 qram 20%li natrium OH məhlulu var. Və mən də deyirəm ki, bu məhlulda natrium OH-ın həll olma əmsalı nəyə bərabərdir uşaqlar? İndi mən bilirəm ki, əminəm ki, hətta ki, əksər uşaqlar bunu düsturla yazır. Gəlin indi mən sizə deyim ki, bu sual necə həll olmalıdır? Əvvəlcə 200-ün uşaqlar 20%-ni tapırıq. Bu eləyir neçə? 40 qram. Sonra uşaqlar, həll olma əmsalının düsturu nə idi? 1000 ml suda həll olan maddənin miqdarı. Yaxşı uşaqlar. İndi məndə burada 40 qram natrium OH varsa, bu 200-dən 40-ı çıxdım. 160 qram nəyin kütləsidir? Suyun kütləsi. Yazıram 160 qram suda 40 qram natrium OH həll olur. Bəs 1000 qram suda, 1000 ml suda nə qədər natrium OH həll olacaq? Hüsü uşaqlar. 250. Deməli, mənim KH-ım nəyə bərabər oldu? 250. Da düstur lazım deyil. Və uşaqlar, bu yol nə üçün əlverişlidir, onu da deyim uşaqlar. Birincisi, düsturla həll eləməyin bir şey pisdir ki, ən pis cəhəti hətta odur ki, imtahan vaxtı o həyəcanın içində, stresin içində düstur yaddan çıxa bilər. Yəni, nəysə səhv yaza bilərsiniz, yerini tərs yaza bilərsiniz və s. Belə xoşa gəlməz hallar baş verə bilər uşaqlar. Həmçinin uşaqlar, bu üsulla siz vaxt qazana bilərsiniz kifayət qədər. Yəni siz əgər biri var ki, düsturu qoyasınız, onları tapasınız və s. Amma bu yol çox sadın. Mən sizə izah edirəm deyə biraz uzun çəkdi. Amma özünüz öz beyninizdə bunu fikir etsəniz, çox qısa bir üsuldur. Deməli uşaqlar, bizim birinci üsulumuz bu idi və bu haqda danışdıq. Gəldik ikinci üsulumuza, yəni nəzəri və praktiki çıxım uşaqlar və uşaqlar burada kifayət qədər də əziyyət çəkirlər. Mənə də ən çox gələn suallardan biridir hardasa bu. Nəzəri və praktiki çıxım. Uşaqlar, ümumiyyətlə çıxım iki cür olur. Nəzəri çıxım var, bir də praktiki çıxım var. Nəzəri çıxım dəftər kitab üzərində olan çıxımdır. Məsələn üçün yazıram bura. 2 mol hidrogen, üzərinə gəlsin oksigen, alınır 2 mol su. Yəni uşaqlar, mən dəftər üzərindən, kitab üzərindən, vəsait üzərindən belə deyirəm ki, 2 mol hidrogendən
2 mol su alınır. Yəni bu dəyişməz bir faktdır da. Yəni bizə suyun alınması reaksiyası deyəndə bir yazırıq 2 mol hidrogen plus 1 mol oksigen alınır 2 mol su. Düzdürmü? Onda 2 mol hidrogendən 2 mol suyun alınması nəzəri çıxımdır. Yəni nəzəriyyəyə əsasən bu belə olur. 2 mol hidrogendən 2 mol su alınır. Amma bir də var ki, praktiki çıxım. O nə deməkdir? Məsələn üçün uşaqlar deyək ki, temperatur əlverişsiz aşağı olar, yaxud da lazımi temperatur olmaz, fərqli bir temperaturda aparılar reaksiya, yaxud mühit əlverişsiz olmaz, daha doğrusu əlverişsiz olar və biz 2 mol hidrogendən 2 mol su yox, 1,5 mol su alarıq. Yəni bu olur. Düzdürmü? Yaxşı, şimdi bəs mən 2 mol su almalıydım, almışam 1,5 mol su. İndi mənim praktiki çıxımım nə qədərdir? Ümumiyyətlə, bayaq biz dedik ki, 2 mol su alınması nəzəri çıxımdır. Amma praktiki nədir uşaqlar? Əlimizdə qalan, bizim əlimizdə nə qaldı? 1,5 mol su. Yaxşı, indi 2 mol su alınanda çıxım 100%-dir də, düzdürmü? Yəni 100% ehtimalla 2 mol su alınmalıdır. Bəs 1,5 mol su alınıbsa çıxım nə qədərdir? 75%. Artıq bu olur mənim praktiki çıxımım. Yaxud da loru dildə sizə izah eləsəm, aldığımızı mən nə almışam? 1,5 mol su alınmalı olana bölürük, yəni 2. Vururuq 100-ə. Bu da yenə eləyir 75% uşaqlar. Yəni bununla bağlı da ki, əksər imtahanlarda sual düşür. Yəni bunu da bilin. Praktiki çıxım nədir? Nəzəri çıxım. Loreldə dedik. Praktiki çıxım aldığımızdır. Nəzəri çıxımsa almalı olduğumuzdur. Yəni o bizim bir aforizm var ya, yəni ona da oxşuyur. Sən saydığını say, gör fələk nə sayır. Yəni eynilə bu söhbətdir. Sən saydığını say, gör fələk nə sayır. Burada praktiki fələyin saydığıdır. Sən saydığınsa nəzəri çıxımdır, belə deyim. Yaxşı uşaqlar, gəldik üçüncüyə. Üzvü birləşmələrə aid düsturların çıxarılışı. Baxın uşaqlar, bu artıq bəlkə də qırmızı nöqtədir, qırmızı xəttdir. Yəni uşaqlar, burada çox uşaqlar əziyyət çəkir. Deməli, ikincini də qoyduq, üçə keçirik. Üzvü birləşmələrə aid düsturların çıxarılışı uşaqlar. Bu haqda da mənim kanalımda video var da, buna tam açıqlama nə mənada izah verməyəcəm hər bölməyə aid. Məsələn, uşaqlar, alkanlar bölməsi CnH2+2. Mən bu düsturun üzərindən, yəni bu formulun üzərindən düsturları çıxarmağı bacarmalıyam. Yəni, siz əgər kitabdan bunu əzbərləməyə çalışsanız, düsturların sayının sonu yoxdur. Yəni o qədər düstur var, plus da bölməndə çoxdur. Alkan var, sikloalkan var, alken var, alkin var, alkadiyen var, aromatiklər var, fenol var, spirt var, üzvü birləşmələr var, daha doğrusu üzvü deyirəm, oksigenli üzvü birləşmələr var, liflər var, karbohidratlar var və s. uşaqlar. Yəni bunların siz hamısının təbii ki düsturunu əzbərləyə bilməzsiniz. Bəlkə də içərinizdə əzbərləyənlər var, sözsüz ki var. Amma uşaqlar uğursuz, bir də ki faydasız bir yoldur. Yəni o lazım deyil. Əsas odur ki, siz o düsturları necə çıxarırsınız, onu öyrənin. Ondan sonra da imtahanda sual düşəcək, bala get düsturu çıxar, tap da. Biri var ki, beynində o qədər məlumat arasından sən onu axtararsan, səhv olacaq, düz olacaq bilmirsən. Amma bir də var ki, dəqiq. Bir dənə yol bilirsən və bütün mövzuları o yolla, yəni daha doğrusu mövzulara adılan düsturları o yoldan çıxara bilirsən. Əsas o yolu tapmaqdır. Məsələn, uşaqlar, bizə desə buradakı sigma rabitələrin sayı. Məsələn, bu baxıram, burada nə var? Karbon və hidrogen var. Bu da alkandır, düzdürmü? Mən bilirəm ki, alkanlarda bütün rabitələr tək qatdır və iki növ rabitə var. Karbon-karbon arası, karbon-hidrogen arası, düzdürmü? İndi mənə sigma rabitə deyəndə zaten bütün rabitələr tək qatdırsa, bu o deməkdir ki, bütün rabitələr sigma rabitədir uşaqlar. Karbon-karbon arası rabitələrin sayı nəyə bərabərdir? 2 barmağın bir arası var da, düzdürmü? Yəni, n sayda karbon varsa, n-1 qədər rabitə var. Karbon-hidrogen arası rabitələrdə həmişə deyir, hidrogen sayğıdır. 2n+2, sən bunları topladın, neçə elədi bala? 3n+1, düzdürmü? Deməli, 3n+1 sayda sigma rabitə var. Yaxud da mən sizə başqa bir üsulda demişəm. Demişəm ki, uşaqlar, bütün alfatik quruluşlu karbohidrogenlərdə, hətta oksigenli üzv birləşmələrdən spirtlər də bura aiddir. Bunlarda sigma rabitələrin sayını tapanda, yəni bu nə deməkdir? Oradan çıxırsınız sikloalkanlarla aromatik birləşmələri. Bunlar xaric olmaqla. Digər siniflərdə sigma rabitələrin sayı deyəndə ümumi atomların sayından biri çıx. Baxın, alkanlarda ümumi atom. N sayda karbon var, 2n+2 sayda hidrogen. Toplam nə qədərdir atom? 3n+2. Bundan biri çıxırıq.
3n plus 1 qədər deməli sigma rabitə var. Yaxud uşaqlar soruşsa sizdən hibrid orbitalların sayını. Baxın bu haqda da yenə deyim kanalımda izah var. İstəsəniz oradan girib izləyə bilərsiniz. Mən bilirəm ki, alkanlardakı bütün rabitələr təkqatdır. Təkqat rabitədə karbon atomlarının hibridləşməsi nə olardı? sp3. Baxın uşaqlar, sp3 deyil. sp3-də bir s orbitalı var, 3 dənə də p. Düzdürmü? Toplamda neçə hibrid orbital var? 4 dənə, düzdür? 4 hibrid orbital var. İndi bir dənə karbonda 4 dənə hibrid orbital var. Bəs n sayda karbonda Cn H2 plus 2-dir. N sayda karbonda 4n qədər. Deməli biz hibrid orbitalların düsturunu bundan tapa bilərik. 4n. Əgər misal üçün burada alkan yox olsaydı uşaqlar alkenlər sinfi. Mən bilirəm ki, alkenlərdə 2 dənə karbon cəmisi sp2-dir, 2 qat rabitəli, düzdürmü? Və bunlarda cəmisi 2 dənə qeyri-hibrid orbital var da. Yəni hər biri sp3 olmalıdır. Amma sp2-də göz 1 var da. Bir dənə p azdır da. Yəni hər ikisində bir dənə p orbital azdır. Deməli 2 dənə p orbital qeyri-hibrid orbitaldır. Onda mən bu 4n'dən 2-ni çıxaram, hibridi taparam. Bu həmin 2-ni çıxaram, geridə qalanlar hibriddir. Və s. uşaqlar, yəni bu formada siz istəyənlərin düsturu rahatlıqla çıxara bilərsiniz. Və yenə deyirəm, bu haqda da izah kanalımda yerləşdirmişəm. Sonra uşaqlar, 4-cü maddəmizə baxaq. Maddə kütləsinin saxlanması qanunu. Aha uşaqlar, bunu əsasən biz istifadə edirik üzvi kimyada. Məsələn, deyir ki, X üzvi birləşməsinin yanmasından bu qədər karbon qazanıldı, bu qədər su alındı. Deyək ki, reaksiya girən oksigen kütləsini tap. Və s. uşaqlar, yaxud ola bilər ki, topluda bununla bağlı kifayət qədər sualı var, əlavə suallar işləmişik nə qədər və s. Özünüz də bilirsiniz, sınaqlarda falan belə suallar çox düşür. Deyək ki, reaksiya girən maddələri verir, reaksiya məhsullarından birinin deyək molunu verir, bir də məsələn deyir 0,2 molunun kütləsi 2 qramdır, deyir ki, məsələn ikinci reaksiya məhsulunu tap. Və s. uşaqlar. Yəni bu sualları biz hansı qaydadan həll edirik? Maddə kütləsinin saxlanması qanunu. Bu qanunda bizə deyir ki, reaksiya daxil olan maddələrin kütlələri cəmi reaksiya məhsullarının və ya reaksiya məhsulunun kütləsinə bərabər olmalıdır. Məsələn uşaqlar, kalsium oksid üzərinə gəlsin CO2 alınır kalsium karbonat. Baxın uşaqlar. Burada reaksiya daxil olan maddə kalsium karbonatdır, CO2-dir. Reaksiya məhsulu nədir uşaqlar? Kalsium karbonat. Daha doğrusu reaksiya daxil olan kalsium oksidlə karbon qazıdır. Reaksiya məhsulu kalsium karbonatdır. Bunun uşaqlar kütləsi nə qədərdir? 56. Karbon qazının kütləsi nə qədərdir? 40. Topladım bu nə qədər elədi? 100. Bəs bizim reaksiya məhsulunun kütləsi nə qədərdir? 100. Bu uşaqlar maddə kütləsinin saxlanması qanunudur. Düzdürmü? Yəni reaksiya daxil olan maddələrin kütlələri cəmi məhsulun kütləsinə bərabər olmalıdır. İndi uşaqlar, ola bilər ki, məsələn, bizə sual verər bu formada. Baxın, yazar bu reaksiyanı. Alınır buradan kalsium karbonat. Deyər ki, məsələn, 50 qram kalsium karbonat alınıb. 50 qram kalsium karbonat alınıb. 28 qram kalsium oksid reaksiya daxil olub. Deyir ki, məsələn, reaksiya daxil olan karbon qazının həcmi neçə litrdir? Misal üçün, belə bir sual ola bilər. Deməli, uşaqlar, mən bilirəm ki, bununla karbon qazı ilə kalsium oksidin cəmi karbonatın kütləsini verməlidir. Yəni 50-ni. İndi mən 28-in üzərini neçə gəlsəm 50 eləyər? 22. Deməli, 22 qram karbon qazı reaksiya daxil olub. Bunun maddə kütləsinin saxlanması qanunundan tapdıq. Sonra uşaqlar keçirik tənasüb üsuluna. Bax, birinci qaydamız var idi ona. Yazırıq 44 qram karbon qazının həcmi 22,4 litrdir. Bəs 22 qram karbon qazının həcmi nə qədər olar? 11,2 litr. Deməli, sualın cavabı 11,2 litr oldu uşaqlar. Bu da bizim 4-cü qanunumuz idi. Deməli, 1-i dedik, 3-ü dedik, 2-ni demişik, 4-ü dedik, qaldı bir dənə 5 uşaqlar. 5-ə baxaq indi. Adlı reaksiyalar və bəzi birləşmələrin adları uşaqlar. Bu adlı reaksiyalara xüsusilə həmişə deyirəm uşaqlara ki, ən azından situasiya suallarına görə bundan çəkinməlisiniz. Buralara diqqət eləməlisiniz ki, bu sual düşə bilər. Adlı reaksiyalar uşaqlar nədir məsələn? Ağarca həngin alınmasıdır, Jave suyudur. Sonra uşaqlar Markovnikovdur, Konovalov reaksiyasıdır, Zenski-Kazanski reaksiyasıdır. Sonra uşaqlar orada üzvü kimyada daha çoxdur da adlı reaksiyalar.
O reaksiyaları uşaqlar öyrənməlisiniz. Elə reaksiyalar var ki, Dövlət İmtahan Mərkəzinin kimya vəsaitində yoxdur. Amma sinif kitablarının içərisində var. 10-cu sinifdə var, 11-də var, 9-da var və sair uşaqlar. Yəni bu o demək deyil ki, onlar uşaqlar imtahana düşə bilməz. Güya ki, bu dimin vəsaitində yoxdur. Bəs o sinif kitablarını da Dövlət İmtahan Mərkəzi, yəni Təhsil Nazirliyi buraxır da uşaqlar. Yəni onlar nəşr edirlər, onların vəsaitidir və bunlar da məktəblər üçün nəzərdə tutulub və bütün məktəblərdə bunların əsasında imtahan verir. Yəni elə reaksiyalar var ki, burada yoxdur, orada var. Təbii ki, onları da bilməlisiniz. Nə olar ki, indiyə kimi ola bilər ki, imtahanda istifadə olunmayıb. Bu o demək deyil ki, bu sizin imtahana düşə bilməz, qəbulunuza düşə bilməz. Ona görə hər şeyə hazır olmaq lazımdır. Yəni o reaksiyaları da öyrənin. Çalışacağam ki, imtahana qədər bir dənə elə bir video çəkim 5-6 dəqiqəlik ki, bəs adlı reaksiyalar adında da orada bütün reaksiyalar sizin üçün siyah şəklində yazacağam. Sonra uşaqlar, bəzi birləşmələrin adları. Bəli uşaqlar, siz bilməlisiniz. Birinci, ikinci qrup metallarının birləşmələri. Natrium birləşmələri nədir? Kaliumun kalsium birləşmələri hansılardır? Yaxud elə qeyri-metallardan kükürdün birləşmələri var, oksigenin var, fluorin var və s. uşaqlar. Yəni siz elementlərin birləşmələrini bilməlisiniz. Məsələn, sizə desək ki, çay sodası artıq bilməlisiniz nədir? Glauber duzu bilməlisiniz nədir? Su soda bilməlisiniz nədir? Gips deyəndə bilməlisiniz nədir? Gübrələri xüsusilə uşaqlar, ammafos, diammafos və s. uşaqlar, indi hamısının burada adını çəkməyəcəm. Gübrələri də bilməlisiniz və s. uşaqlar. Demək uşaqlar, bizim qaydalarımız bunlar idi. Baxın, 5 dənə sizin üçün burada toplu qayda yazmışam. Siz bu qaydaların vasitəsilə bir də ki, əlbəttə ki, öz əziyyətinizin əsasında da imtahanda inşallah ki, məsələn, deyək ki, 20 sual səviyyəsində bilirsinizsə, bunu 23 eləyərsiniz, 24 eləyərsiniz və s. Bunu əminəm ki, sizə çox xeyir olacaq, əgər diqqətlə baxdınızsa. Belə uşaqlar, indi ayın 3-üdür. İnşallah sizin buraxılış imtahanınıza çox az qalıb. İnan ki, mən də sizlər qədər həyəcanlıyam. Çünki uşaqlar, bu o demək deyil ki, mən sizə Azərbaycandan hazırlamıram, riyaziyyatdan hazırlamıram, ingilisdən hazırlamıram uşaqlar. İmtahan 2 mərhələdir. Yəni sizin buraxılışla qəbul balınız toplanır və yekun balınız olur. Yəni bizlər üçün maraqlı olan sizin yekun nəticənizdir və təbii ki, buraxılış imtahanı ona təsir eləyir də. O səbəbdən uşaqlar, çalışın ki, burada yaxşı yığın. Kim əgər burada yaxşı bal toplasa, inşallah ki, qəbula daha ruh yüksəkliyi ilə hazırlaşacaq, daha motivasiyalı olacaq ki, bəs buradan bu qədər balım var. İnşallah çalışın burada da bu qədər eləyim və bir də görərsiniz ki, toplayarsınız 600 olar, 650 olar, 500 olar və s. uşaqlar. Ona görə çalışmaq lazımdır. İnşallah uşaqlar buraxılış imtahanından sonra çox belə intensiv izahlar olacaq, intensiv də dərslər olacaq. Yəni hər şey tamam başqa olacaq. İnşallah bu illərdə test proqnozları verəcəm ki, imtahandan sonra düşəcək. İnşallah onlar hamısı olacaq. Sürət qruplarına artıq qeydiyyat başlayıb, onu da qeyd edeyim. Kim əgər imtahanda yüksək nəticə göstərmək istəyirsə, uşaqlar bu qruplara qoşulsun. Bu qruplarda olacaq sınaq izahları, test izahları, mövzu izahları. Hər gün uşaqlar saat 9-dan 12-yə qədər, axşam 9-dan 12-yə qədər mütəmadi olaraq hazırlıq olacaq. Burada yenə deyirəm, bütün qəbul testləri, dövlət sınaqları, güvən testləri, öz testlərim olacaq. Toplu işləyəcək sizinlə bərabər. Əlavə suallarım var, xüsusi suallar, onları izah edəcəm sizə, onlara verəcəm, işləyəcəksiniz və s. Yəni imtahanı uşaqlar ruslar demiş, dobra hazır olacaq da, yəni yüksək səviyyədə hazırlıq gedəcək. Oldu uşaqlar, sağ olun, növbəti videolarda görüşənədək.